Yəni bu yalan deyil. Mən 15 illik şəkərəm, nə qədər dərmanım, içirəm, xeyri yoxdur. Düşürüm, yenə qalxır. Boynumun arxasında astraxanroz var, özü güclüydü, ağrılar, ayaqlarımda gizildi, əllərimdə gizildi, gecələr yatmıyorum. Yəni mən ancaq bu mağaz, nədir, dərman, nəsə çəkirdim ki, səhərə qədər bu ağrı keçsin, keçmədi. Röşə mənimlə demişdim, düzü mən inanırdım, deyirdim, eşək, boş şey. Sonra Arif xanım, Sevinç, Röşə mənim həyat yoldaşı, onları taxırdılar buna. Arif xanım soruşdum, dedi ki, yox, yaxşı şeydir bu. Gəldi, 2 həftə bundan qabaq götürdü. Elə taxandan 1 saat sonra boynundakı astraxanrozun ağrıları keçdi etdi. Sonra da şəkəri ölçdü, 130-150, yəni ondan yukarı qalxdı. Dərmanlarını da uşaqlara atıqlar bilmirəm, heç istifadə edilənlər. Ancaq bu nə? Təzyiqimi tutalım, yəni təzyiq başqa bir yoxdur. Yəni bu nə, yalan, reklamdır, əyləşir. Və o xanım qəbaliyə pul verdi və həkim rəfiqəsi üçün aldı. Həmin həkim rəfiqə anası üçün ispat. İndi gələn dəfə ananı çağıracaq. Həkimin anası şəkərdən nizama düşür. Mənə həkimlər özü yazır. Doktor, bizə hələ o tipin səhvərindən demək. Deyirəm, sizin kitababət haqqında məlumatınız var, bir belə mənə. Deyirəm, mən